Ağdam rayonunun Kəngərli kəndindən növbəti köç karvanı yola salınıb. Bugün 48 ailə, yəni 206 nəfər doğma torpağına qayıdıb. Bununla da Ağdam rayonunun bu kəndinə 157 ailə, 693 nəfər köçürülüb. Nəhayət ki 32 ildən sonra öz doğma kəndimizə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günü biz çoxdan arzulayırdıq, çoxdan gözləyirdik. Əsas qəbristanlıqlarımızı ziyarət eləməkdir. Kəndimizi görməkdir, oxuduğum məktəbi görməkdir. Vətənimizi edirik də bundan ən xoş gün olar, yox. Gedirik vətənimizdə yaşayaq. 32 il burada yaşamışıq, Allah nə ömür verib, orada yaşayaq biraz da. Biz öz torpağımıza qaydırıq, şükürlər olsun. Şəhidlərimizə Allah rəhmət eləsin, analarının qarşısında baş əyirik. Qazilərimizə can sağlığı versin. Bu həsrətə bizə son qoydu, öz dədə-baba torpağımıza, öz yurdumuza qaydırıq. Bundan böyük bir gözəl gün ola bilməz, sevinçli bir gün ola bilməz, şükürlər olsun. Birinci növbədə atam mənim orada rəhmətə gedib basılıb. Ən birinci növbədə onun məzarını ziyarət eləmək olacaqdır. Ağdamın özündənəm, amma elə bir ora Kəngərdə ailə qurmuşam. Özü torpağımızda gözəl torpaqdır. Ağaçlar əkərik, güllər əkərik, əkin əkərik özümüz üçün. İmkan verərlər, icazə verərlər, toyuq cüzədə saxlayarıq, heyvan saxlayarıq, yaşayarıq da özümüz üçün.